Niyə görə İran bu gündədir? Bunun səbəbi raketlər filan heç bir şey deyil. Yəni raket oldu, o qırıcı gəldi vurdu, nə bilim Amerikanın raket sənayesi çoxdur, xeyr. 90 milyonluq İran bir yerdə olsa, sözü bir olsa, heç bir vaxt, heç bir ölkə 90 milyonluq xalqa qarşı vuruşmağı gözə almaz. Yəni 90 milyonu hamısını öldürmək olmaz, qırıb qutarmaq olmaz. Hazırki dünyada mümkün deyil. İranda səbəb nə oldu vəziyyətin belə yerə gəlib çıxmasında? Bunun bir nömrəli səbəbi irqçilikdir. Bunu hər kəs bilir, İrana gedənlər də bilir, özlərinin xəbərləri də var. Fars üstünlüyü, türkləri, birinci türkləri aşağılamaq, sonra kürdləri, digər ərəbləri elə çox yox, əsas türkləri, kürdləri aşağılamaq. Yəni xalqın arasında, millətin arasında, yəni bir ölkədə ki 20 milyon, 30 milyon bir irq digər irqə nifrət edir. O ölkədə birlik ola bilərmi? Olmaz, mümkün deyil. Bir dənə mən misal çəkəcəm, yəni bu statı deyim, bunun hər kəs şahidi olub İranda, bizimkilərin də xəbəri var. İranın bir aktyoru var, aktyor deyir, əslində ən başda gələn irqçidir, nasistdir. İranın bir aktyoru var.